Allah ona rəhm etsin buyurur, qəlbin Allah Teala ilə bağlılığını ən çox gücləndirən iki səbəb vardır. Bu iki məsələyə diqqət et. Birincisi, dua. Qulun qəlbində Allahla əlaqəni ən çox möhkəmləndirən şey duadır. Çünki sən dua etdikdə səni yalnız Allah eşidir. Sənin istəyini yalnız O bilir. Beləcə anlayırsan ki, ehtiyacını yalnız ona ərz edirsən. Xüsusilə səcdədə və ya gecənin qaranlığında, dünya və insanlar tərəfindən bütün ümidlər kəsildikdə, yalnız ona yönəlirsən. Heç bir şey insanın imanını dua qədər gücləndirməz. Peyğəmbər, Allahın salamı və salavatı onun üzərinə olsun buyurmuşdur, dua ibadətin özüdür. Dua həm ibadətdir, həm də qulu Rəbbinə bağlayan ən güclü vasitədir. Bu səbəbdən hər bir ehtiyacında dua etməyə səy göstər. Səhabələr, Allah onlardan razı olsun buyururdular ki, əgər ayaqqabımın bağı qırılsa, onu da Allahdan istəyərəm. Yəni, hər bir halında Allahdan dilə. Qorxduqda, tərəddüd etdikdə, bir şey arzuladıqda və ya gələcəyin barədə ümid bəslədikdə. İstixarə də elə budur. Dua ilə Allaha yönəlməkdir. Ömər ibn Əl-Xəttab, Allah ondan razı olsun demişdir, mən duamın qəbul olunub olunmayacağını deyil, dua etməyə müvəffəq olmağı düşünürəm. Çünki dua etmək hər kəsə nəsib olmur. Bəzi salihlər deyərdilər, bir ehtiyacım olanda Allaha çox dua edərdim və arzu edərdim ki, o ehtiyac hələ qalmaqda davam etsin. Çünki dua halındakı o yaxınlıq və qəlbimin Allaha bağlanması mənə daha sevimli idi. Bəli, dua anındakı o səmimiyyət, təvazökarlıq və qəlb rahatlığı bəzən dilədiyin şeydən daha böyük nemətdir. İkincisi, Allahın sevdiyi əməlləri yerinə yetirmək. Bu, Allahı tanıyan, əhli sünnə ilə Allahı sevdiyini iddia edib, Allahı tanımayanlar arasında fərqdir. Bəzi nadan insanlar elə zənn edirlər ki, təkcə mən Allahı sevirəm deməklə yüksək dərəcələrə çatmaq, Allahın dostu olmaq və cənnətə girmək mümkündür. Xeyr, bu belə deyil. Əsas olan, Allahın və Rəsulunun əmrlərinə tabe olmaqdır. Uca Allah buyurur, de, əgər siz Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin. Qüdsi hədisdə Allah buyurur, kim mənim bir dostuma düşmənlik edərsə, mən ona müharibə elan edərəm. Qulum mənə ən çox mənim fərz etdiyim əməllərlə yaxınlaşır. Sonra nafilə əməllərlə mənə yaxınlaşmağa davam edir. Nəhayət, mən onu sevirəm. Mən onu sevdikdə, onun eşitdiyi qulağı, gördüyü gözü, tutduğu əli, yeridiyi ayağı oluram. Deməli, qəlbi Allaha bağlayan ən önəmli meyyar, Allahın sevdiyi əməlləri çox etməkdir. Namaz, gecə ibadəti, elm öyrənmək və öyrətmək, sədəqə vermək, həcc, insanlara yaxşılıq etmək, istər mal ilə, istər əxlaqla, istər bədənlə. Hər bir salih əməl Allahın sevdiyi əməldir. Lakin Allahın nəyi sevdiyini yalnız onun dinini öyrənənlər bilər.